Salam, hər vaxtınız xeyir olsun. Mən Şəfəq müəllimə. Bugün biologiya sınaq toplusu ümumi sınaq 1-in izahına baxacağıq. Şəkildə verilən orqanoid haqqında hansı fikirlər yanlışdır? Şəkildə verilən orqanoid ribosomdur. Çünki ribosom iki hissəcikdən ibarətdir. Kiçik və böyük hissəciklərdən təşkil olunmuşdur. Bilirik ki, ribosomun membranı yoxdur. İkimembranlı orqanoiddir fikri səhvdir. Hissəcikləri bitki hüceyrəsinin maksimum 3 strukturunda formalaşır. Bəli, hansı ki, xloroplast, mitoxondri və nüvəcik, yəni nüvənin daxilindəki nüvəcikdə formalaşmış olur. 2 düzdür. Üçüncü, əsas funksiyası zula sintez etməkdir. Doğrudur. Tərkibində polisom olur. Xeyr. Polisomu 4-dən 40-a qədər ribosomlar birləşərəkdən sitoplazmada, mitoxondrinin tərkibində, xloroplastın tərkibində əmələ gətirirlər. Tərkibində DNT yox, RNT və zülal daxildir. Hansı ki, ribosom RNT-si və zülal daxildir. Amma tərkibində DNT, RNT, zülal daxildir dedikləri nüvəcik olmalı idi. Ona görə 4-dən 5-də səhvdir. Cavabımız olacaq. Deməli, 2 və 3 düzgündür. 1, 4, 5 yanlışdır. Cavabımız B variantıdır. İşıq enerjisinin müəyyən hissəsini kimyəvi rabitəyə çevirən orqanoidin söhbət xloroplastdan getmiş olur. Bilirik ki, xloroplastın əsas funksiyası ATF sintez etmək deyil. Düzdür, ATF sintez edir, amma əsas funksiyası ATF sintez etmək mitoxondriyə məxsusdur. Daxili maye mühiti mitoxondrinin matriks adlanır. Xloroplastın daxili maye mühiti isə stroma adlanır. Əsas funksiyası maddələrin daşınmasını təmin etməkdir. Bu, Golgi kompleksinə, endoplazmatik şəbəkəyə aid ola bilər. Daxili maye mühiti sitoplazmadan 2 lipid cərgəsi ilə ayrılır. 2 lipid qatı desəydi doğru olardı. 2 lipid cərgəsi dediyinə görə yanlışdır. 4 lipid cərgəsi deyilməli idi. Daxilində bəli, həm translyasiya, həm də transkripsiya prosesi baş verir. Cavab Y variantı. Ali bitki hüceyrəsinin neçə növ strukturunda olan irsi məlumat əsasında zülal sintez oluna bilər? Bu 3 növ olacaq. Yuxarıda da qeyd etdiyimiz kimi, deməli, bizim ali bitki hüceyrəsindən söhbət getdiyinə görə xloroplastda olan DNT əsasında zülal sintezi oluna bilər. Mitoxondrisi olduğuna görə oradakı DNT-nin irsi məlumatı əsasında zülal sintezi oluna bilər. Ali bitki hüceyrəsi eukariot olduğuna görə və nüvəyə malik olduğuna görə nüvədəki DNT-nin hesabına da zülal sintez oluna bilər. Yəni cavabımız C variantı olacaq. Verilən hərəkət orqanoidlərinin hansına heyvan hüceyrəsində rast gəlinir? Deməli ki, hərəkət orqanoidləri hansılardır? Elə miofibril, kirpik, qamçı və yalançı ayaqdır. Verilən hərəkət orqanoidlərinin ümumi olaraq heyvan hüceyrəsində rast gəlinənlərini soruşur deyə biz bilirik ki, miofibril əzələdə, kirpikli epitelidə, nəfəs borusunun içərisində və yumurta borusunda kirpikli epiteli təşkil olunmuşdur. Qamçı spermatozoiddə rast gəlmiş olur, yalançı ayaq isə leykositdə olur. Demək ki, cavabımız burada Y variantıdır. Hansı alimin kəşfi hüceyrənin qeyri-hüceyrəvi quruluşlu maddələrdən əmələ gəldiyini fikrini təksib etdi? Düzdür, Şleyden və Şvan bitki və heyvan hüceyrəsini kəşf etdilər. Sadəcə bir yanlışları onda oldu ki, hüceyrənin qeyri-hüceyrəvi quruluşlu maddələrdən başlanğıc aldığını fikrini söylədilər. Bunu ilk dəfə təksib edən hüceyrənin ana hüceyrənin bölünməsi yolu ilə əmələ gəldiyini Virchow tərəfindən isbat edilmişdir. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Maddələrin daşınmasında iştirak edir, bilirik ki, hər ikisi də. Membranlarında zülal sintezi gedə bilər. Dənəvər endoplazmatik şəbəkənin membranında ribosomlara rast gəlindiyinə görə ikinciyə gedəcək. Lizosomun formalaşmasını təmin edir Golgi kompleksi. Bir membranlı orqanoiddir hər ikisi. Membranlarında karbohidrat sintezi gedə bilər. Bilirik ki, membranlarında karbohidrat sintezi hər ikisində də gedə bilər. Birinciyə 3, üçüncüyə 1, 4, 5 olanlar bu ola bilər. Bu ola bilər. Baxaq görək ikinciyə 2,
Altıncıda cavabımız A variantı olacaq. B orqanı, yəni xloroplastı mitoxondridən fərqləndirən xüsusiyyətləri istəyir. Üzüm maddə sintez etdiyi üçün biz bilirik ki, ATF üzüm maddəsi sintez edir. Mitoxondri, xloroplast isə karbohidrat üzüm maddəsi sintez etmiş olur. Kimmembranlı, hər ikisi də kimmembranlıdır. Və üzüm polisoma malik olduğu üçün hər ikisində tərkibində polisoma rast gəlinir. Oksigenden istifadə etmək A-ya aiddir və mitoxondriya məxsusdur. Stromaya malik olduğu üçün, bəli, biz bilirik ki, stroma xloroplasta məxsus bir şeydir, amma onun əvəzinə mitoxondridə matriks yerləşmiş olur. Yəni 7-də cavabımız Y variantı. 8-ci. Hodgki kompleksi bilirsiniz ki, bir membranlıdır. Mitoxondri 2 membranlıdır. Lizosom 1 membranlıdır. Və bizdən baxaq ki, nə soruşulur? Lipid cərgələrinin sayı. Cərgə dedisə 2 götürəcəyik. Mitoxondridə lipid qatı dedisə, bir membranda 1 lipid qatı olduğundan 2 membranda 2 lipid qatı olacaq. Və lizosom 1 membranlı olduğuna görə bir membranda həmişə 2 cərgə olur. Və 2 yazacağıq. 2 üstə gəl 2, üstə gəl 2, 6 edəcək. 3 dənə 2, 6. Yəni A variantı. 9 çiçəkli bitki hüceyrəsində hansı funksiyanı yerinə yetirən orqanoid bir membranlıdır? Baxırıq, zülal sintezi bu ribosoma aid olduğuna görə o membransızdır. Oksigenli tənəffüs dediyinə görə bu mitoxondridir, 2 membranlıdır. Hüceyrə daxili həzm dediyinə görə lizosomdur və lizosom 1 membranlıdır. Fotosintez prosesi xloroplasta getdiyinə görə 2 membranlıdır. Bölünmə prosesində iştirak etdiyinə görə hüceyrə mərkəzidir. Onun da ümumiyyətlə çiçəkli bitkilərdə biz bilirik ki, hüceyrə mərkəzinə rast gəlinmir. Cavabımız 9-da C lizosom olacaq. Verilənlərdən hansı fiziologiya elmi öyrənir? Fiziologiya, fizik, təbiət, logos, elm deməkdir. Funksiya, proses kimi yəni prosesləri öyrənmiş olur bu elm. İnsanda qazlar mübadiləsi alveollarda gedir. Bəli, prosesdən danışır. İnsan böyrəkləri paxla formasında olub, qarın boşluğunda yerləşir. Artıq bu, yəni quruluşdan danışır. Üçüncü, insan ürəyinin tali qapaqları açıldıqda qan qulaqçıqlardan mədəciyə dolur. Burada prosesdən danışdığına görə götürürük. Arteriya damarı 3 qatdan ibarətdir dediyi quruluşdur. İnsan böyrəyinin nefron kapsulasında ilk sidik əmələ gəlir. Burada da prosesdən danışdığına görə 1, 3, 5 cavabımız D variantı olacaq. Cümləni tamamlayın. Mürəkkəb refleks qövsünün 3-cü hissəsində biz bilirik ki, mürəkkəb refleks qövsünün 3-cü hissəsində kəpənək şəkilli boz maddənin içərisinə bax, bu hissə ağ maddədir, bu hissə ağ maddədir. Ağ maddədə yerləşir nə? Hissinin aksonu, sonra hissinin aksonundan sonra gəlir aranın dendriti, aranın cismi, aranın aksonu, sonra gəlir növbəti dəfə hərəkinin dendriti, hərəkinin cismi, ondan sonra isə hərəkinin aksonu. Yəni ki, indi baxaq nə deyir bizə? Mürəkkəb refleks qövsünün həmin bu 3-cü hissəsində hissi neyronun dendriti ara neyronun aksonu ilə əlaqəli ola bilər. Baxın, ara neyronun aksonu harda? 3-cü yerdə. Yəni aranın aksonu buradır. Aranın deməli cismi, yuxarı isə aranın dendritidir. Yəni ki, hissi neyronun dendriti isə çöldədir. Çöldə bu şəkildə gəlir, sonra akson uzanır. Ümumiyyətlə əlaqəli deyil. Hərəki neyronun aksonu işçi orqanla əlaqəli ola bilər. Mürəkkəb refleks qövsünün 3-cü hissəsində. Hərəki neyronun aksonu artıq çölə çıxacaq. Çöldə işçi orqanla əlaqəli olacaq ki, bu 3-cü hissəyə aid deyil. Ara neyronun dendriti hərəki neyronun aksonu ilə əlaqəli ola bilər. Ara neyronun dendriti yuxarıdadır, fikir versək. Hərəki neyronun aksonu isə artıq çölə doğru çıxmışdır. Ona görə bu da olmaz. D variantı. Hissi neyronun dendriti. Bilirik ki, hissi neyronun dendriti xaricdədir.
və hissi neyronun dendriti cismi ilə əlaqəli ola bilər. Əlaqəli ola bilərik. Sadəcə 3-cü hissənin, baxın, burada əlaqəli ola bilər. Amma 3-cü hissənin daxilində əlaqəli deyil. Hər iki neyronun cismi aksonu ilə əlaqəli ola bilər. Baxırıq ki, hər iki neyronun cismi 3-cü hissənin içərisindədir. Aksonu da 3-cü hissənin ağ maddəsini əmələ gətirir. Doğrudan da 3-cü hissənin tərkibində hər iki neyron cismi aksonu ilə əlaqəli olur. 12-ci. Diploid xromosom dəsti 24 olan bitkinin tozcuğu, qametində 17 xromosom olan bitkinin, deməli ki, bu erkək fərddir. Amma digəri dişiciyində 17 xromosom olan bitkinin qametində 17 xromosom varsa, haploid xromosom dəsti 17-yə bərabərdir. Dişiciyini tozlandırmışdır. Əmələ gələn hibridin dölsüzlüyü Karpochenko metodu ilə aradan qaldırılarsa, endospermində cəmi neçə xromosom olar? Yaxşı, 2 eni 24-dürsə, eni bərabərdir. Əvvəlcə belə deyək, bəli, erkək fərdi olduğuna görə onun qametini tapaq, 12. Və uşaqlar, endosperm nədən əmələ gəlir? Mərkəzi hüceyrə plus mərkəzi hüceyrə spermi əmələ gəlir endosperm. Mərkəzi hüceyrə xromosom dəsti 2n, spermi n, endosperm isə 3n-ə bərabərdir. Yaxşı, mərkəzi hüceyrə ananın xromosom dəstini daşımış olur. Ana haploid xromosom dəsti n 17-dirsə, 2n-i 34-ə bərabər olacaq. Spermi erkək fərdin haploid xromosom dəstini daşıyacaq, yəni 12-yə bərabərdir. 34-ün üstünə 12 gəldikdə 3n-imiz bərabər olacaq 46-ya. Artıq Karpochenko metodu ilə aradan qaldırılıbsa, 46-nı da vururuq 2-yə, bərabərdir 92, B variantı. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Vaxtından əvvəl cinsi yetişkənliyin qarşısını alır. Hər ikisi də vaxtından əvvəl cinsi yetişkənliyin qarşısını alır. İnsanın əsas bədən boşluğunda yerləşir. Biri kəllədə, biri də ki, döş boşluğunda yerləşdiyinə görə əsas bədən boşluğu sayılır. Timozin hormonu hazırlayır. Timozin hormonu deməli timusa məxsusdur. İnfeksiyon xəstəliklərə qarşı müqaviməti artırır 4. Timusun hazırladığı timozin bioloji saat rolunu oynayır ki, melatonin hormonu epifiz tərəfindən sintez olunur. Birinciyə 5, ikinciyə 3, 4, üçüncüyə isə 1, 2 aiddir. A variantı. 14-cü sual. İnsanın döş nahiyəsində neçə növ orqanlar sisteminə aid olan orqana rast gəlir? 10 dənə orqanlar sistemindən olmayacaq nələr? Cinsiyyət sistemi çanaqda olduğuna görə rast gəlinməyəcək və bir də ki, ifrazat sistemi qarın və çanaqda olduğuna görə rast gəlinməyəcək. Digər sistemlərin hamısına ifrazatdır, endokrindir, örtükdür, əzələdir, sinirdir, sümükdür. Bunların hamısı, yəni 8 dənənin hamısına yerdə qalanına, yəni döş qəfəsi nahiyəsində rast gəlinəcək. Çünki döş qəfəsi ümumi nahiyədən danışmış olur. Hansı bitkinin yerləşdiyi mərkəz həm şərq, həm də qərb yarımkürəsində yerləşir? Bilirik ki, Aralıq dənizi həm şərq, həm də qərb yarımkürəsində yerləşir. Aralıq dənizində də soğan, zeytun, çuğundur, kələm, noxud, bunlar turp yerləşdiyinə görə onlardan birini seçirik ki, cavabımız noxud olacaq. 16-da klapın sevgilisi, bilirik ki, armud növündən bir neçə sort alınmışdır ki, onlardan klapın sevgilisi, Qafqaz armudu, duşez, noyabr armudu, Qafqaz armudu, bunları sadalamaq olar. Klapın sevgilisi armud sortudur. Triploid endospermin yarandığı, yəni ki, 3N'in yarandığı geoloji dövr təbaşirdir.
Təbaşir dövründə meydana nə çıxmışdır? Təbii ki, süd vəzləri Triasda əmələ gəlmişdir. Arxeopteryx Jura'da əmələ gəlmişdir. Quyruqlu lemurlar Paleogendə əmələ gəlmişdir. Əsl quşlar Təbaşirdə əmələ gəlmişdir. Avstralopiteklər isə Neogendə əmələ gəlmişdir. Sonra 18 aramorfoz zamanı hansı taksonomik qruplar yaranır? Aramorfozlar iri taksonomik qrupların yaranmasında iştirak edir. Hansı ki, şöbəni götürərik, ən böyükləri tipi götürərik. Sonra şöbə tip, məsəl üçün sinifi götürərik və baxaq ki, 3, 4, 5 və dəstəni də götürərik. Yəni 18-ci cavabımız A variantı olur. Ümumiyyətlə növdür, cinsdir, növ, cins, fəsilə bunların yaranmasında ideadaptasiya iştirak etmiş olur. Demək ki, ideadaptasiya həm mikro təkamüldə, həm makro təkamülün yaranmasına səbəb ola bilir. Qanın hansı formalı elementi və ya elementləri yalnız qırmızı sümük iliyində əmələ gəlir? Biz bilirik ki, üçü də qırmızı sümük iliyində əmələ gəlir. Sadəcə leykosit həm də limfa düyünlərində əmələ gəldiyindən cavabımız A variantı olacaq. Cədvələ əsasən x plus y 260 olarsa, bişirimimizdən əvvəl qidaların tərkibinə müvafiq vitaminlərin kütlələrinin cəmini tapın. Bişirilməzdən əvvəlki kütləsi n milliqramdır. Bişirildikdən sonraki kütlələrinin cəmini istəyir bizdən. Demək, əgər n milliqram bitki mənşəli A vitamini bilirik ki, bişirildikdə 50% tərkibini itirir. Bitki mənşəli B vitamini isə 20% itirilir. Bitki mənşəli A vitamini 50% itirilir, 50% qalır. Amma bitki mənşəlidə B vitamini 20% itirilir, 80% qalmış olur. Yəni ki, 0,5 N qalır A vitaminindən, 0,8 N qalır B vitaminindən. Yəni x-imizi də tapdıq, y-imizi də tapdıq. Bunların cəmi bərabər olur. 1,3 N bərabərdir 260-a. Və biz buradan N-i tapırıq ki, neçəyə bərabərdir? 200-ə bərabərdir. N-imiz 200-dürsə, kütlələrinin cəmini tapın deyirsə vitaminin, 200-ün üstünə 200 gəldikdə cavabımız 400 A variantı edər. Cümləni tamamlayın. Amino avtotroflar zülal sintezi üçün azot mənbəyi kimi yadımızda saxlayaq ki, amino avtotroflar havanın sərbəst azotundan və amonium duzlarından istifadə edirlər. Yəni burada cavabımız C variantıdır. Amma amino heterotroflar isə amin turşularından və zülallardan istifadə edirlər. Hansı qurdlarda həzm sistemində qidanın hərəkəti iki istiqamətlidir? Exnokokun ümumiyyətlə həzm sistemi yoxdur. Sonra baxaq görə öküz soliterini silərik, həzm sistemi yoxdur. Soğulcanda həlqəvi qurdlarda bildiyimiz kimi anal dəlik var idi. Sonra baxaq görək, soğulcanda var idi. Demək ki, elə cavabımız yassı qurdlar tipinin, kirpikli qurdlar sinifindən olan ağ planari qida deməli ağızdan daxil olur. Bağırsaq kör qurtardığına görə bir də geriyə qayıdaraq ağızdan lazımsız məhsullar kənarlaşdırılır. Və qaraciyər sorusunda da hansı ki sorucu qurdlar sinifinə aiddir. Eynən yəni bağırsaq kör qurtardığına görə təkrar geri qayıdır. Şəkildə göstərilən göz qüsurunun səbəbidir. Biz görürük ki, torlu qişaya çatmamış işıq şüaları arxa hissədə fokuslaşdırılmış olur və bir nöqtədə yığılmış olur. Bunun səbəbi yaxından görmə ola bilər ki, yaxından görmə zamanı billurun qabarıqlığı yəni normadan artıq olacaq və anadan gəlmə göz alması uzunsov olacaq. Uzunsov. Göz almasının anadan gəlmə uzunsov olması, göz almasının qısa olması xeyir, billurun qabarıqlığının artması bəli, azalması xeyir, billurun bulanması yəni katarakta xəstəliyində, ən çox şəkər xəstələri olan insanlarda baş verirdi ki, bu zaman maddələrin mübadiləsi bədəndə pozulurdu. Cavabımız 1, 3, A variantı.
24-cü suala baxırıq. Baş beyin yarımkürələrinin hansı rəqəmlə verilən payı yazılı nitqin formalaşmasında iştirak edir? Biz bilirik ki, yazılı nitq ibarətdir. Mərkəzi harda yerləşir? Təpə və gicgah payında yerləşir. Amma şifahi nitq isə alının sol payında yerləşmiş olur. Təpə və gicgah payı 2 və 4 olduğuna görə cavabımız A variantı olur. 25. Əgər qurbağanın çiyin qurşağında körpücük sümüklər olmasaydı, bu şöbədə neçə növ sümük olardı? Biz bilirik ki, qurbağada 4 növ, hansı ki kürək, körpücük, qarğa və döş sümüyündən ibarət sümüklər var. Cəmi 7 dənə sümük var. Əgər siz körpücük sümükləri olmasaydı deyirsinizsə, o zaman 25-də B variantı 3 növ olacaq. 26. Toksoplazmoz. Verilən mülahizələrdən hansı yanlışdır? Toksoplazmoz, tenyarinxoz, exnokokkoz. Əsas sahibi bilirik ki, yırtıcılardır, yırtıcılar. Və aralıq sahibi insan. Tenyarinxoz öküz soliteridir. İnsan, malqara, öküz və s. kimi. Exnokokkoz əsas sahibi yenə də yırtıcılar. Yırtıcı deyəndə ki, toksoplazmada pişik yazsaq daha doğru olar. Əlbəttə ki, yırtıcılara aiddir, amma pişik qeyd edək. Burada da yırtıcılar, aralıq sahibi isə insan, malqara və s. kimi. İndi baxaq, A-da bizdən yanlış olanı istəyir. X borulu sinir sisteminə malikdir. Baxırıq ki, X borulu sinir sisteminə malikdirmi? Malikdir. Y və Y-imiz insandır, Z-imiz isə yenə də insandır. Eyni canlı ola bilər fikri doğrudur. X və M eyni canlı ola bilər. Baxırıq ki, X-imiz pişikdir. M-imiz də yırtıcılar olduğuna görə təsadüfi halda ola bilər. K-mız malqaradır, X-imiz isə pişikdir. Eyni sinifin nümayəndəsi məməlilər sinfi olacaq da, doğrudur. X-imiz pişikdir, N-imiz isə insan, malqara, müxtəlif sinifin nümayəndəsidirmi? Xeyr, məməllərə aid olduğuna görə 26-da cavabımız Y olacaq. Hansı bitkinin şəkil dəyişməsində 2 növ orqan iştirak edir? Topinamburun əmələ gəlməsində gövdə iştirak edir. Kartof gövdədir. Çiyələkdə gövdə bığcığa çevrilmişdir. Georgində, belə deyək də, yan köklər, əlavə köklər çevrilmişdir. Amma şalğam meyvə kök olduğuna görə gövdənin aşağı hissəsi və əsas kök olmaqla 2 növ orqan iştirak etmişdir. 27-də Y. 28. Kərtənkələnin yumurtalığının yetişmə zonasında cəmi 12 hüceyrədə qütblərə uşaqlar, ümumiyyətlə dərslikdə bir xromatitli xromosomlar çəkilmişsə, deməli 2 hüceyrədən söhbət gedir. İlkin hüceyrə sayı isə həmişə 1-dən olur. Çünki dərslikdə biz elə keçmişik də, bir hüceyrə daxil olur, 2 hüceyrənin daxilində bir xromatitli xromosomlar çəkilir. Amma bu bizə deyir ki, 12 dənə hüceyrənin daxilində bir xromatitli xromosomlar çəkilir. Başlanğıc hüceyrəmiz X-dir. Və 2 hüceyrədə normalda bir hüceyrə daxil olanda bir xromatitli xromosomlar çəkilir. Başlanğıc hüceyrə sayımızın 6 dənə olduğunu bildik. Bizə deyir ki, sonda əmələ gələn X cinsi xromosomlu qametlərlə Y cinsi xromosomlu qametlərin sayı bir-birinə bərabər olarsa, alınan yumurta hüceyrələrin neçəsindən dişi fərd əmələ gələr və bu zaman neçə hüceyrədə qütblərə yalnız Y cinsi xromosomlar çəkilər. Gəlin baxaq. 6 dənə ilkin cinsiyyət hüceyrəsi daxil olubsa, 24 dənə yeni, belə deyək, hüceyrə əmələ gələcək. Onun 12-si X olacaq, 12 dənəsi də Y olacaq. Bilirik ki, 24 dənənin ilkin cinsiyyət hüceyrə sayı qədər qameti olur. Yerdə qalanı isə yönləndirici cisimcik olur. Və bizə nə deyir? Deyir ki, sonda əmələ gələn X cinsi xromosomlu qametlərlə Y cinsi xromosomlu qametlərin sayı bir-birinə bərabərdir. Demək ki, qametimizin 3-ü X-dir,
3-ü isə y-dir. Yaxşı, bunu tapdıq ki, 3-ün 3-ədir. Alınan yumurta hüceyrələrinin neçəsindən dişi fərd əmələ gələr? Dişi fərdin əmələ gəlməsi üçün kərtənkələlər heterozigot olmalıdır. Yəni bizə lazım olacaq 3 dənə y. Aha, birinci tərəfimiz 3-dür. İkinci tərəfə baxırıq ki, bizə deyir ki, dişi fərd əmələ gələr və bu zaman neçə hüceyrədə qütblərə yalnız y cinsi xromosom çəkilər. Baxaq ki, bir dənə hüceyrə daxil olanda, yəni bir hüceyrənin daxilində təkcə y-lər çəkilmir. Bir tərəfə x çəkilir, bir tərəfə y çəkilir. Alınır x, buradan da y-li hüceyrələr. Və deməli buradan yalnız y çəkilmədi. Sonra bu hüceyrənin daxilində yalnız y-lər çəkiləcək və sonda da alınacaq. Yenə də y-li xromosomlu hüceyrələr alınacaq. Bu hüceyrədə isə gördüyünüz kimi ancaq x-lər çəkilir. Ona görə üstündən xətt çəkirəm. Alınacaq x-li hüceyrələr. Aha. Demək ki, uşaqlar, əgər neçədə hüceyrə daxil olmuşdu? İkinci cinsət hüceyrəmiz 6 idi. 6 dənə hüceyrə daxil olduqda, elə baxıram ki, bir hüceyrə daxil olduqda, baxın, burada tapdıq ki, elə bir hüceyrənin daxilində ancaq y xromosomları çəkilər. Bəs 6 dənə başlanğıc hüceyrə daxil olarsa, o da bərabərdir 6 olacaq. Deməli, əvvəl tapdığımız cavab 3, sonra tapdığımız ikinci tərəf isə 6-dır. Yəni 28-də cavabımız C variantıdır. Şəkildəki canlı haqqında hansı fikirlər yanlışdır? Bilirik ki, forel şirin su balığıdır. Bədənindəki şirin suda yaşadığına görə şirin su. Bizdən də yanlış fikirləri istəyir. Bədənindəki baxaq ki, şirin suya düzgün cavablar hansıdır, yanlış cavablar hansıdır? Bədənindəki təzyiq sudakı təzyiqdən aşağıdır. Fikri yanlışdır. Yaşadığı mühitdə təzyiq aşağıdır. Fikri doğrudur. Çoxlu sidik ifraz edirlər. Bilirik ki, bu da doğrudur. Az miqdarda sidik ifraz edirlər. Yanlışdır. Heç vaxt su içmir. Doğrudur. Daima su içirlər. Yanlışdır. Deməli, bizdən də yanlışları istədiyinə görə 1, 4, 6, 29 B variantı olacaq. Ömrünün 4 ilini biz bilirik ki, ömrün 1/3 hissəsi yuxuda keçir. 4 ilini, deməli, 1/3-i 4 olan ədədi tapmaq üçün məxrəcə vururuq. Deməli, 12 yaşı var. Keçirən insanın postembryonal inkişafı zamanı eritrositlər neçə dəfə yenilənmişdir? Bir ildə 120 gündən bir, yəni 4 aydan bir 3 dəfə yenilənərsə, bəs 12 ildə neçə dəfə yenilənmiş olar? Cavabımız olacaq 36 dəfə. Yoğunluğu müəyyən edin. Toxumun ehtiyat qida maddəsi toplanır. Yalnız endospermdə toplananları biz əzbərdən bilməliyik ki, yalnız endosperm deyirsə bir ləpəli axtarmalıyıq. Hansı ki, məsəl üçün soğan kimi C variantı. Ruşeyin və endosperm deyirsə qaymaq çiçəyi, üçrək bənövşə axtarmalıyıq. Yəni D, Y kimi. Tumurcuqdan savayı ruşeyimin hər yerində deyirsə, tumurcuqdan savayı ruşeyimin hər yerində. Bu da olacaq quş əpbəyi B. Amma lobiya siz bilirsiniz ki, ancaq ləpə yarpaqlarında toplanır. 1C, 2DY, 3B. Yəni 31-də cavabımız A variantıdır. Şəkildəki bitki haqqında hansı fikirlər doğrudur? Şəkildəki bitki qatır quyruğunun yay zoğudur. Yay. Yay zoğu bilirik ki, yaşıl rəngdədir. Yaşıl. Fotosintez edir. Sonra boğumludur. Topalıdır. Ehtiyat qida maddəsi depoluyur. Yazdakı zoğ üçün tədarük görmüş olur. Və bizə də doğrunu istəyir. Qatır quyruğunun yaz zoğudur. Səhvdir. Üzərində spor əmələ gəlir yazda. Belə deyək də, başındakı sümbülcüyündə olurdu. Bu səhvdir. Qeyri-cinsi nəsildirmi? Bəli. Amma desəydi sporofit nəsildir, səhv olardı. Həmişəyaşıl bitkini biz deyirik plaunlara.
Planları iynə yarpaqlı meşələrdə yayılıbdır. Sayı azaldığına görə qırmızı kitaba düşmüşdür. Qurd xəstəliklərinin müalicəsində istifadə edilir isə erkək qıcının kökümsovuna aiddir. Yəni 32-dir. Cavabımız C-dir. Yosun mamır göbələklər üçün ortaq cəhətdir. Hər üçü üçündə. Hüceyrə divarına malik olmaq. Bu fikirlə razıyıq. Kök sisteminə malik olmaq. Uşaqların heç birində kök sistemi yoxdur. Bu səhvdir. Xlorofil pigmentinə göbələyi gördüksə getdi. Spor əmələ gətirmək onların üçünə də aid ola bilər, çünki ulotrix zigotu bölünən zaman əmələ gəlir. Bitkilər aləminə aid olmaq fikri göbələk üçün yanlışdır. Ona görə 1-4 C variantı. Verilən göbələklərdən hansı taxılçılığa ziyan vurur? Taxılçılığa ziyan vuran maya göbələyi getdi. Pas göbələyi, sürmə göbələyi, çovdar mahmızı. 1, 3, 5 cavab D variantı olacaq. Penisil və qov göbələyi. Qov göbələyi əsasən ağaclara, meyvə ağaclarına ziyan vurmuş olur. 35. Əgər badımcanın çiçəyində kəsə yarpaqları olmasaydı, biz bilirik ki, badımcanda necədir? L, Y, D. 5 bitişik, 5 bitişik. Sonra 1. Burada da 5 kasası da 5 bitişikdir. Amma deyir ki, kasa yarpaqları olmasa, o zaman 0 yazıram. Onun çiçəyinin düsturu mürəkkəb çiçəklilərin çiçək düsturu ilə eyni olacaq. O da göy çiçəyi misal götürərik. Verilən ifadelərdən neçəsi doğrudur? 11-ci sinifdə bu mövzu verilmişdir və orada A vitamini çatışmadıqda fagositlərin funksiyasının zəiflədiyi göstərilir. Bir doğrudur. Qızlarda immun sistemi oğlanlara nisbətən daha tez formalaşır. Sadəcə aybaşı və hamiləlik dövrü keçirdikdən sonra qızlarda immunitet zəifləməyə başlayır, oğlanlarda isə daha güclü olmuş olur. Bu doğrudur. B və C vitaminləri çatışmadıqda stafilokok, streptokok, vərəm, difteriya qarşı həssaslıq artırdı. Deməli 3 də düzdür, 4 də düzdür. Somatotrop hormonunu hazırlayan hipofiz vəzi ən kral vəzdir. Çünki o çatışmadıqda immun reaksiyaları, yəni timusa təsir göstərərək onun funksiyasını pozur. Nəticədə timozinin sintezi pozulmuş olur. İmmun reaksiyaların zəifləməsinə gətirib çıxardır. Deməli 5 də doğrudur. Cavabımız Y variantıdır. Doğru ifadəni seçin. Suda yaşayan bütün canlılar qəlsəmələrlə tənəffüs edir. Su iti də suda yaşayır. Göl ilbizi də suda yaşayır. Amma ağciyərlə tənəffüs edirlər. Balina da suda yaşayır. Amma ağciyərlə tənəffüs edirlər. Su böcəkləri var. Traxeya ilə tənəffüs edir. Demək ki, bu fikir yanlışdır. Quruda yaşayan canlıların əksəriyyəti ağciyərlə tənəffüs edir. Əksəriyyət heyvanlar boğmayaqlıların həşəratlarına aid olduğuna görə traxeya yazmalıydı. Quruda yaşayan bütün məməli heyvanlarda tük örtüyü olur. Quruda yaşayan bütün məməli heyvanlarda tük örtüyü olmur. Məsəl üçün kərgədandır, begemotdur, fildir. Bunların dərləri qalındır və onların tük örtükləri yoxdur. Quruda yaşayan əksər heyvanlarda ürək boru şəkillidir. Fikri doğrudur. Niyə doğrudur? Çünki boğmayaqlıların həşəratlar adlanan nümayəndələri var ki, 1 milyondan çoxdur. Onların ürəyi çox kameralı, boru şəkillidir. Ona görə D düzdür. Suda yaşayan onurğalı heyvanda süd vəzləri olmaz. Niyə olmasın ki? Balinada süd var, vəzi var. Digərlərində də süd vəzi olur. Və bu da səhvdir. Cavabımız D variantıdır. İnsan askaridi, dənəvər exnokok, öküz solter, qaraciyər sorusu, uşaq biz quyruğu verilən qrupların içərisinin inkişaf mərhələsinə insanın həm böyük, həm də kiçik qan dövranında rast gəlinir. Bilirik ki, insan askaridi bağırsağı dəlirdi sürfəsi, qapı venası vasitəsilə qaraciyərə daxil olurdu. Oradakı kapillər sistemindən keçib, qaraciyərin venası ilə çıxır, ürəyin sağ hissəsinə gətirilirdi, oradan da ağciyərə gedirdi. Yəni həm kiçikdə var, həm böyükdə var. Dənəvər exnokokda bədənimizin hər yerinə, böyük qan dövranına da, kiçik qan dövranına da daxil olaraq
Ağciyərdə, dalaqda, qaraciyərdə istədiyi yerdə çoxlu şizofreniya yolu ilə sürfələri bölünərək orqanların içərisində qovuqlar əmələ gətirmək bacarığına malikdir. Öküz solterini sadəcə biz finnalı əti yeyirik. Ətdən finna, yəni qabığı əriyir, çıxır və bizim bağırsağımıza məskunlaşır. Qaraciyər sortusu da ola bilər ki, sadəcə böyük qan dövranında olsun. Niyə? Çünki bağırsağı deşsin, bağırsaq kapilləri vasitəsilə qaraciyərin qapı venasından artıq qaraciyərə çatıb orada parazitlik etsin. Ona görə o da ola bilməz. Uşaq biz quyruğu isə sadəcə körpə uşaqlar dırnaq yedikdə dırnağın içərisindəki yumurtalar yoluxur onların həzm sisteminə və nəticədə nazik bağırsaqda həmin yumurtalardan sürfə çıxaraq bağırsağında məskunlaşır. Yəni qan dövranı görmür. Ona görə də B variantı olar cavabımız. Aşağıdakı tərs piramida çevrilməsi göstərilibdir və fikir veririk ki, növdən aləmə doğru istiqamətdə ox çəkilibdir. Biz bilirik ki, eyni növdə, yəni zilal oxşarlığı artır deyirsə, ox belə istiqamətdə olmalı idi. Müxtəliflik artırsa, oxun istiqaməti düzdür, bu şəkildə olacaq. Fərd sayı artır deyirsə, düzdür, bu şəkildə olacaq. Ortaq gen say azalır deyirsə, düzdür, bu şəkildə olmalıdır. Qohumluq artır deyirsə, səhvdir və bu şəkildə olmalı idi. Hansı fikirlər doğrudur deyirsə, 2, 3, 4 cavabımız A variantıdır. Allel genlər cütünün, yəni 2N birinə malikdir. Qıcının yarpaq hüceyrəsi 2N olduğunu bilirsiniz. Mamırın yarpaq hüceyrəsi N-dir. Ulotrix rəngsiz hüceyrəsində nüvə yoxdursa, xromosomdan söhbət gedə bilərmi? Xeyr. Qıcının sporunun N olduğunu bilirsiniz. Xlamida monadanın zoosporu isə xlamida monadanın özü haploiddir. Mitoz yolundan zoosporu yaranırsa, elə onun özü də haploiddir. İndi birinə dediyinə görə biz götürərik 2, 4 və 5. 2, 4 və 5 cavab variantlarından Y variantına uyğun gələcək.